63 yaş. Təəssüratları eşidək ata. 1962-ci ilin may ayının 10-unda İmişli rayonunun Əlqulaq kəndində Tağıyev Feyruz Səfəroğlunun ailəsində dünyaya gəlmişəm. Elə həyatda ən birinci şansım onda gətirib ki, mən Feyruz kişinin oğluyam. İkinci şansım onda gətirdi ki, mənim Səxavət kimi və bacılarım kimi, anam kimi, Şəkər xanım kimi insanlarla bir böyümüşəm, bir yaşamışam və mən uşaqlıqdan əməklə məşğul olmuşam. Mən İncəsənət Universitetinə 1983-cü ildə daxil olmuşam. Uzun illər klub müdürü işləmişəm, rayon mədəniyyət şöbəsinin müdürü, Mədəniyyət Nazirliyində işləmişəm. İndi uzun illərdir qeyri-hökumət təşkilatına rəhbərlik edirəm. Bu qeyri-hökumət təşkilatının xətti ilə şəhidlərimizə aid bir sıra filmlərin təşkil olunmasında əməyimiz olmuşdu. Mən iki qız evladım var, Həmidə və Şəkər. Həqiqətən mən çox xoşbəxtəm ki, belə balalarım var. Və illər keçdi, uşaqlar böyüdü, təhsil aldı. Biz Hacı Anar Hüseynovla qohum olduq. Hacı Anarın ailəmizə gəlişi, ailəmizə çox sevinç gətirdi. Həqiqətən çox təmkinli, çox qabiliyyətli. Hacı Anar bizim üçün çox önəmli bir şəxsiyyətdir. Və illər keçdi, Həsən bala dünyaya gəldi. Həsən bala öz şirinliyi ilə həyatımıza rəng qatdı. Məsumə gəldi, o bir rəng qatdı. Və qızım Şəkər Şamxal bəylə ailə qurdu. Şamxal gözəl oğlandı, yaxşı insandı, səmimi insandı və bunlar da mənə Timur balanı bəxş elədilər və həyatıma rəng qatdılar. Mən uzun illər işləmişəm, ad günlərim olub, kollektivlərdə keçirmişəm. Ancaq bugün mənim üçün ən maraqlı, ən yaxşısı odur ki, mənim oğullarım Anar və Şamxal bugün bizi dəvət edib, bu restoranda biz mənim ad günümü qeyd edirik və mən ailəmə xoşbəxtlik arzulayıram. Xoş günlər arzulayıram. Gün o gün olsun ki, Həsənin, Timurun, Məsumənin xoş günlərini görək. Amin.